Bugün biz tələbələrimizlə tort üzərində dekor dərsindən naxış dərsidir. İndi biz bunu birini mən işləyəcəm və tətbiq görək. Bizə öyrətmişik, görək tətbiq eləyə biləcək tələbə. Bütöv tortların kompozisiyasıdır. Yəni bir dənə sadə naxışla bütün tortları biz bağlaya bilirik bu. Həm sadə, həm göz oxşayan, həm çox dəbdə olan naxışlardır. Naxışlar bizə eramızdan əvvəl ta qədim zamanlardan Azərbaycan naxışları, Qarabağ naxışları, xalçalarımızda olan naxışlar bizim doğma elimizə aiddir. Bunu biz öz tortlarımızın üstündə də tətbiq eləyirik. Marsipanlı tortların üstündə də tətbiq eləyirik. Naxışda tortlar əl əməyi tortlar sayılır. Hamısı göz nuru əl əməyi ilə olduğu üçün daha öndə sayılır. Təbii ki, biz naxışları hər zaman əlimizlə çəkmirik, çünki bunun üçün xüsusi bir qabiliyyət lazımdır. Silikondan çıxma naxışlar da olur. Amma əl əməyi olan tortlar daha öndə sayılır. Buyurun. Burada əsas naxışımızda əsas nədir? Bir kök qalın olur və digər budaqlar ona sayılır. Burada da bütün kompozisiyalar elədir. Birinci kökü çək, sonra ona yapışan, birləşən budaqları. Yaxşıdır, yaxşıdır. Əla. Məncə yaxşıdır, əladır. Əsas odur ki, strukturda, naxışda əsas strukturu düzgün tutmaqda və yerləşdirmədə. Tələbəmiz də bunu bacardı.